65-ci deməli, dəyərli qardaşlarım, sonuncu Barakallahu fik zikrini çoxaltmaq dilimizdə. Barakallahu fik, Allah Resulü kimsə ona hər hansısa bir yaxşılıq edəndə, kimsə ona nəyisə bəxş edəndə və yaxud da hər hansı bir müsəlmanın malı üçün dua edərək Peyğəmbər s.ə.v bu zikri söyləyərdi. Və necə ki, Ayşə radiyallahu anh gəlir ki, Peyğəmbər s.ə.v qoyun hədiyyə edildi və o Ayşə radiyallahu anh edir ki, ey Ayşə, bunu böl. Və Ayşə radiyallahu anh həmin o qoyunu bölür və paylayırlar. Və sonra xadiməsindən soruşur ki, bəs payladığın adamlar nə dedilər? Peyğəmbər s.ə.v deyir ki, onlar dedilər ki, Barakallahu fikum. Allah sizə bərəkət versin. Və deyir ki, siz də cavabında ona deyin ki, və fikum barakallah. Allah sənə də sizə də bərəkət versin. Və Peyğəmbər s.ə.v buyurdu ki, bu kəlmə ilə onların dediyinin mislində onlara da qaytarmış olursan. Yəni, sənə nə deyibsə, hansı bərəkəti, nə miqdarda arzuluysa, Allah subhanətə sən onu qaytarma, Allah və fikum barakallah, o bərəkəti, yəni ki, onun üçün də Allahdan istəmiş olursan. Ona görə də çox sağ ol, təşəkkürlər, minnətdaram. Düz deyib, onlar demək lazımdır, demirəm deməyək. Amma Barakallah fikum və yaxud da Barakallah fik, bu ən gözəldir, ən yüksək olandır. Ona görə çalışın, ətrafda olan insanları da örgəşdir. Məsəl üçün, bizdə çox kəlmələr var ki, o kəlmələr şəriətimizdə yoxdur. Onlar hamısı farslardan keçir bizə. Məsəl üçün, namaz ərəb sözü deyil. Və yaxud da biz deyirik, Peyğəmbər deyirik. Peyğəmbər ərəb sözü deyil. Quran-ı Kərimdə Allah Teala Rəsul buyurur və həmçində siyan da bilir ki, namaz və həmçində digər sözlər. Ona görə çalışın ki, insanları, yəni ən azı öz ətrafımızda olanları örgəşdirmək ki, bu kəlmələri desinlər. Yəni bilsinlər, əsr şəriətdə olan kəlmələr hansıdır. Yəni namazların adlarında, nə bilim, şam namazı, xiftə namazı və s. belə şeylər yoxdur dinimizdə. Peyğəmbər s.ə.v əmr etdi, məğribdir, işadır, zöhrdür, əsrdir, ikindir, nə bilim, zöhrə nə deyirlər onlar? Yatısı və s. Yəni, bu adlar gəlməyib şəriətdə. Şəriətdə nə gəlibsə, onları söyləmək lazım. Və həmçinin də çox sağ ol, Allah razı olsun və yaxud da minnətdaram yerinə, yəni Barakallahu fikum demək ən gözəlidir. 65 dənə oldu.